Deməli, həmin bu 2 qat və yarım arqumentdən ikinci o 5-liyi izah eləyək ki, onluq tamamlansın. Burada nə etmək olar? Sinus 2x 2 bölü kök üstü sinus 6 üstə kosinus 6 bərabər suala. Sinus 6 üstə kosinus 6-nı belə işləmək olar. Sinus kvadratın kubu üstə kosinus kvadratın kubu bərabərdir. Kubu tuturuq. Yerdə qalır sinus kvadrat plus kosinus kvadrat. Böyük mötərizə sinus kvadrat plus kosinus kvadratın kvadratı çıx. 3 sinus kvadrat kosinus kvadrat. Sinus kvadratı 1 eləyir. Kosinus kvadratının sinus kvadratının cəmi 1 eləyir. Burada da 1 eləyir. Çıx 3 sinus kvadrat kosinus kvadrat. Bu 1 heç getdi. Qaldı 1 çıx 3 sinus kvadrat kosinus kvadratında 1 çıx 3 vur. Buranı 4-də 1 vur. 4 yaza bilərik. Bu 1 çıx 4-də 3. Bu var 4 sinus kvadrat kosinus kvadrat. Hamısını elə bil atırıq sinus 2x amma kvadratla. Sinus 2x kvadratla 1 çıx 4-də 3 vur. Sinus 2x'in qiyməti 2 bölü kök 3'dür. Kvadratı 1 çıx 4-də 3 vuraq. Bunun kvadratı 3-də 4 eləyir. 3'lər get 1 çıx 1 0 eləyir cavab. Aha. Gəlirik bura. Sinus 2 arctangens 7 sual. Bu tip misalları tapmaq çətindir. Bax, həmişə belə danışın. Bu tip misalları tapmaq çətindir. Amma bura alfa yazsaq, sinus 2 alfanı tapmaq asandır. Biz sinus 2 alfanı tapaq təkcə. Deməli, biz nəyə alfa demişik? Arctangens 7'ye alfa demişik. Deməli, tangens alfa da 7 olur onda. Tangens 7, buradakı həmişə tam ədədin məxrəcindən 1 atın. Tangens alfa 7 bölü 1'dir. Nə deməkdir bu? Qarşı bölü bitişik. Qarşıya 7k, bitişiyə 1k yazırıq. Alfanın qarşısına 7k, bitişiyə 1k yazırıq. Pifagor teoreminə görə kök altda 50k eləyir o. 50 vur k. Sinus 2 alfa nə deməkdir? 2 sinus alfa kosinus alfa. 2 vuraq. Sinus nə deməkdir? Qarşı böl hipotenuz, yəni 7 böl kök altda 50 vur. Kosinus alfa nə deməkdir? Bitişik böl hipotenuz, yəni 1 bölək kök altda 50. 1k böl kök altda 50, 1 böl kök altda 50. Vuranda kök altda 50'lər 50 eləyir. Bu birisi 7'ni 1'ə vuranda 7 eləyir. Xısa gedir, 25'də 7 qalır. Belə. Deməli, 8-ci sual. Kök 3 böl sinus 20 çıx 1 böl sinus 70. Çox məşhur sual tipidir bu. Kök 3 böl sinus 20. Bu sinus 70'i beynimizdə 90'dan çıxırdıq da test çevirmək üçün. Kosinus 20 eləyirdi. Ortaq məxrəc sinus 20 kosinus 20. Kosinus 20 bura vuruldu. Sinus 20 də bura vuruldu. Kök 3 kosinus 20 çıx 1 sinus 20 yazdım. Deməli, bunu 2'yə vurdum. 2'yə böldüm. 2'yə vurdum. Ədədləri də 2'yə böldüm. 2 vur. Kök 3 böl 2 kosinusun yanındakına kosinus deyək. Olsun bu kosinus 30. Kök 3 böl 2 kosinus 30. Buna kosinus dedimsə bu birisinə sinus deyək. Bu da olur sinus 30. Deməli 2 kosinus olanda toplama tuturuq. Kosinus 30 plus 20. Aşağıda da sinus 20 kosinus 20 2'də 1 vur 2 yazanda 2'də 1 bu hissə hamısını elə atırıq. Sinus 2 vurulur 20'yə sinus 40. Sonra olur. Bu aşağıdakı 2 yuxarı qalxdı. 2 vur 2 kosinus 50 sinus 40 getdi. Cavab elədi 4. 9-cu sual. Deməli, tangens kvadrat 20 üstə 2 tangens 20 tangens 50. Tangens kvadrat 20 üstə 2 tangens 20. Bunu beynimizdə çıxanda 90'dan kotangens 40 eləyir. Tangens kvadrat 20 üstə gəl 2 tangens 20'ni köçürtdük. Kotangens 40'ı 1 böl tangens 40 yazdıq. Fikir vericide ideyalara. Birinci ideya bu, ikinci bu. Bax, bu ardıcıl gəlməli. Tangens 50'yə bu misal tipində kotangens dedik. Sonra kotangesi 1 böl tangens elədik. Tangens 40. Tangens kvadrat 20 üstə gəl 2 tangens 20 böl tangens 40. 2 tangens 20 yuxarı vuruldu. Tangens kvadrat 20 üstə gəl 2 tangens 20. Tangens 20 bu da 40. 40 20'dən 2 dəfə böyükdür. Tangens 2 alfanın düsturunu eləyirik burada. 2 tangens alfa 1 çıx tangens kvadrat alfa. Tangens 20'lər getdi. 1 çıx tangens kvadrat 20 yuxarı qalxdı. Getdi. Cavab elədi 1. Gəldik 10-cu suala. Tangens alfa vur tangens beta üstə gəl. Tangens alfa plus tangens beta vur kotangens alfa plus beta. Tangens alfa vur tangens beta üstə gəl. Deməli, bu kotangensi 1 böl kimi aşağı saldıq. Yenə həmin texnikadır. Tangens alfa plus beta oldu. Tangens alfa tangens beta üstə gəl. Yuxarıda tangens alfa üstə gəl tangens beta var. Aşağıdakı tangens alfa plus beta'nı açdıq. Tangens alfa plus tangens beta bölünsün 1 çıx tangens alfa tangens beta. Bunlar ixtisar getdi. 1 çıx tangens alfa tangens beta qalxdı surətə. Getdi, cavab elədi 1. 10, deməli, növbəti 5 sual da izah olundu. Deməli, ilk 10'luq getdi. 2 qat və yarım arqumentdən. 142-ci sual idi bu. İndi nə edirsiniz? Toplu ikinci hissəni açırsınız. Toplu ikinci hissəni açırsınız. Toplu ikinci hissə. O görə hardadır toplu ikinci hissə? Buradan 2 qat yarım arqumentə gəlirsiniz. Həmin sual nömrələrinə bir-bir baxırsınız. Görək siz eləyə bilirsiniz yoxsa yox.
Baxın bura. Aha. Hansı mövzudur bu? 2 qat və yarım arqument. Aha. Bura 2 qat və yarım arqumentdir bu. Gördünüz bunu. İndi buradan gələk ən axırıncı suallara. Aha. Birinci bunu izah eləmişdik. Bu sual 157-ci sual izah eləmişdik. Sonra bu sualı 155 izah eləmişdik. 153 izah elədik. Bunları sonra buradan 151 izah elədik. Sonra bunlardan hansısa birini izah elədik. Ondan sonra 146-nı izah elədik. 145-i, 144-ü izah elədik. 143-ü və 142-ni izah elədik. Aha. Belə. Növbəti 10 nöqtada növbəti 10 çətin sualı izah eləyərik. Belə. Bunların hamısını dəfələrlə öyrənirsən. Sonra burada götürüb baxırsan, görürsən, burada yaza bilərsənsə, keçirsənsə, yazamırsansə, təzədən burada da bir dəfə yazarsan. Bilməsən, yenə baxıb həllinə öyrənərsən. Həm konspekt kimi, ya istəsən video kimi. Sonra da günlər keçdikcə göz gəzdirmək lazımdır ki, bunun metodları nə idi, bunun metodu nə idi, bunun metodu nə idi, belə metodlarda danışmaq lazımdır.